3 nəfəri edam masasına çıxarırlar. Bunlardan biri din adamı, biri hakim, diğeri ise fizikçi olur. İlk önce din adamını çıxarırlar. Deyirlər ölmədən qabaq son sözü dinlən. Deyir mən Allah'a inanıram. Allah məni qoruyacaq. Kral deyir yatırın bunu. Yatırırlar, vurun boynunu. İpi bırakırlar, ip boynuna çatacaqda dayanır. Millet tam belə şokda. Kral deyir Allah bunu qorudu. Çıxarın onu oradan. Növbəti hakimi gətirirlər. Deyirlər son sözü dinlən. Deyir mən haqq ədalətin yerin tavacağına inanıram. Kral deyir yatırın bunu. Yatırırlar, vurun boynunu. Bırakırlar ipi, ip boynuna çatacaqda dayanır. Tam belə şokda təəccüblənir. Haqq ədalət yerini tapdı deyə. Kral deyir çıxarın bunu. Gətirin fizikçini. Fizikçini gətirirlər. Deyirlər son sözü dinlən. Deyir nə mən din adamın dediyinə inanıram, nə də hakimin dediyinə inanıram. Benim gözümün gördüğü bir şey var ki, sizin kəndirin orasında bir düğüm var. O ipi tamamıyla inməsinə mani olur. Həqiqətən də baxırlar ki, orada bir düğüm var. Açırlar o düğünü, yatırırlar fizikçini. Kral deyir bırakın kəndiri, bırakırlar fizikçinin boynu qopur. Kim ki tarixi boyunca sözün düzünü deyib, bədəlini ağır ödəyibdir.